Letterboxd-a əsasən bu il 1007 film izləmişəm. Amma cəmi 7 filmə 5 üzərindən 5 xal vermişəm. Çox azdır. Bilirəm. Gəlin həmin o 7 filmə baxaq. Bu filmin çıxmağını gözləməyim hələ də yadımdadır. Çox böyük səbirsizliklə gözləyirdim bu filmi, çünki burada həm Donnie Yen baş obrazdır, həm filmin rejissoru da özüdür. Ona görə gözləntilərim çox yüksək idi də. Həm də onu mən çox sevirəm deyə yeni filmdə görməyi çox səbirsizliklə gözləyirdim. Və sözün əsl mənasında filmi çox sevmişdim, ona görə 5 üzərindən 5 haqq eləyir məncə. Yadıma düşənlər də biraz kövrəldir. Bunu 1400-cü film olaraq seçib izləmişdim. Həm aktyor işi, həm hekayə. Hər şey mükəmməl idi mənə görə. Əslində ilk başlarda bunun biraz maraqsız olacağını düşünürdüm, çünki filmin böyük bir hissəsi bir məkanda keçir sadəcə və demək olar ki, ancaq danışırlar. Amma baxandan sonra fikrim tamamilə dəyişdi. Çünki düşünün yəni 11 adam fərqli düşünür. Cəmi bir adam həmin bu 11 adamın fikrini dəyişir. Ona görə həqiqətən çox xoşuma gəlmişdi o da. Yəni tək məkanda olmasına rəğmən heç sıxmadı. Bu da çox qəşəngdir. İlk başlarda səni başqa cür düşünməyə vadar eləyir, amma sonra hekayənin əslini öyrənirsən və orası biraz kədərlidir. Bax, bu film sadəcə Şahrukxanın prestijşaları üçündə məncə yəni. Təbii ki, başqa insanlar da baxa bilər, amma inanmıram ki, 5 üzərindən 5 verələr. Bunun yeri mənim ürəyimdə ayrıdır, çünki yəni, dəli divanə kimi pərəstişkarıyam bu insan. Ona görə həqiqətən bu mənə çox ləzzət eləmişdi və 5 üzərindən 5 verməkdən başqa çarəm yox idi. Əlim gəlməz ki, biraz aşağı verim. Heç vaxt düşünməzdim ki, bir cizgi filmi mənə bu qədər təsir eləyə bilər. O qədər kədərli idi ki. Sözün əsl mənasında ağlada bildim məni. Cizgi filminə oturdum, ağladım. Bütün obrazlar falan o kadar şirindi orada yani. Yani beğenmemek olmur yani bu cizgi filmi. Mən bunun əvvəl tamaşa versiyasına baxmışdım. O da çox qəşəng idi. Ondan sonra buna baxmaq biraz çətin idi, çünki qəbuluna bilmirdim də, yəni artıq mən o obrazları başqa aktyorlar tərəfindən görmüşəm. İndi belə görməyi biraz qəbuluna bilmirdim. Ona görə çox gec baxdım filmə. Amma baxandan sonra yəni bütün fikirlərim dəyişdi də. Yəni mükəmməl idim məncə. Bu arada sizcə 1007 filmdən sadəcə 7-sinə belə xal vermək çox azdır. Məncə çox azdır.